Sosial şəbəkələrdə yayılan Mingəçevir Turizm Kollecinin şagirdlərinin kriminal məzmunlu mahnı fonunda çəkdikləri klip cəmiyyətdə haqlı narazılıq və ciddi ictimai qınaq doğurub. Uşaqlıq illərin keçib zonda, vardı mənim dostlarım kolonda. Sözü gedən görüntülər bir daha göstərir ki, bəzi təhsil müəssisələrində nəzarət və tərbiyəvi işlər lazımi səviyyədə aparılmır. Məsələ təkcə bir videodan ibarət deyil. Bu, gənclərin zövqünün, davranış modelinin və sosial şəbəkələrdə gördükləri negativ nümunələrin nə qədər sürətlə mənimsənildiyinin açıq göstəricisidir. Kriminal həyat tərzinin, zorakılığın və qanunsuzluğun trend adı altında təbliği cəmiyyət üçün təhlükəli tendensiyaya çevrilib. Daxili İşlər Nazirliyi bu kimi halların qarşısının alınması məqsədi ilə illərdir ölkə üzrə mütəmadi profilaktik və maarifləndirici tədbirlər həyata keçirir, məktəb və kolleclərdə görüşlər təşkil edir, gənclərə hüquqi biliklər aşılayır. Lakin reallıq ondan ibarətdir ki, Daxili İşlər Nazirliyi hər bir təhsil ocağına polis əməkdaşı təyin edə bilməz. Hüquq mühafizə orqanlarının işi nə qədər önəmli olsa da, bu mübarizə tək başına aparıla bilməz. Bu nöqtədə əsas məsuliyyət təhsil müəssisələrinin rəhbərlərinin, müəllimlərin və valideynlərin üzərinə düşür. Gənclərin hansı mühitdə formalaşması, hansı dəyərləri mənimsəməsi birbaşa ailə və təhsil ocağındakı nəzarətdən asılıdır. Valideyn laqeydliyi və rəhbərliyin səssizliyi isə bu cür halların artmasına zəmin yaradır. Xüsusilə nəzərə almaq lazımdır ki, kriminal mövzuların böyük hissəsi sosial mediada, əsasən də xarici platformalarda və xarici mənbələr vasitəsilə yayılır. Ölkəmizin hüquq mühafizə orqanları yalnız Azərbaycan segmentində bu cür təbliğat aparan şəxslərə qarşı tədbir görə bilir. Xaricdən yayılan kriminal həyat tərzini təşviq edən kontentlə mübarizə isə təkcə dövlət qurumlarının deyil, cəmiyyətin ümumi mövqeyini və həmrəyliyini tələb edir. Məlumat üçün bildirək ki, yayılan video görüntüdə nəzarətsizliyin müşahidə olunduğu Mingəçevir Turizm Kollecinin direktoru Əhmədov Kamal Nizamioğludur. O, bu vəzifəyə 2021-ci ilin oktyabr ayında təyin edilib. Cəmiyyət haqlı olaraq sual edir. Təhsil ocağında tərbiyəvi işlər niyə bu səviyyədə zəifləyib və məsul şəxslər buna görə hansı addımları atacaq? Bu kimi halların qarşısının alınması üçün hər kəs, vətəndaş, valideyn, müəllim və təhsil müəssisələrinin rəhbərləri məsuliyyətli mövqe nümayiş etdirməli, hüquq mühafizə orqanlarının apardığı işlərə dəstək verməlidir. Gəncləri kriminal mədəniyyətdən qorumaq yalnız Daxili İşlər Nazirliyinin deyil, bütün cəmiyyətin borcudur. Günay Salayeva, Patrul, AS.